toya getmişdim. Və çox vaxtı görürsüz, bir gün Aytən xanım dedi ki, Radə xanım, nə olar bəzənin gəlin. Bu bəzənib gəlmək üçün saat yarım mən salonda oturmuşam. Yəni ümumiyyətlə də mən salon adamı deyiləm. Həqiqətən və deyirəm, ayda gör nə qədər burada vaxt itirdim boş-boşuna. Bunu eləyərdim, bunu eləyərdim. Var insan xoşlayır. Yəni ki, mən də onların ayrı formasıyam. Və iş vaxtı idi. Yoldaşım biz toya getməli idi, qohum toyuna. Əlbəttə ki, iş paltarında yoldaşıma zəng elədim. Ayda paltarımı dəyişmədim. Bu vitdə getsəm olarmı? Deyir ki, hər şey eybi yoxdur, gəl. Oturarıq bir yerdə, gedərik evə. Gəlirəm toya, oturub sevindik, oynadıq. Çox qohum toyudu, gözəl idi. Nəsə gəlirəm, bir qohum zəng eləyib mənə deyir, filan kəs sənin dalıca deyib ki, o nə vitdə idi, gəlmişdi toya. Normal adam yəni pis olur. Başa düşdüm. Mən məsələn deyirəm ki, sən fikir eləmə mənə görə. Üzü olsaydı üzmə deyərdi. Dalımca deməyi düşmür.